Ayşəfan. Bəli, Rövşən bəy. Necəsiz? Şükür bugünkü günümüzə. İzləyicilərimiz necədir? İnşallah onlar da bizi kimi yaxşıdırlar. Rəylərdə yazsınlar. Dostlar, hamınızı xoş gördük. Allah razı olsun hər birinizdən. Kanalımızı bəyənirsiniz, abunə olursunuz. Biz də söz verdiyimiz kimi ancaq sizlərə daha YouTube kanalımda həm villalar, həm də ki şəxsi evlər çəkib ancaq təqdim edəcəm. YouTube səhifəmi də ancaq məşhuri, yalnız şəxsi evlərlə, bir də ki villalarla təqdimatı canlandıracaq. Aysu xanımla birlikdə inşallah. Allah hər kəsin ruzusunu, bərəkətini yetirsin. Eləcə də Aysu xanımın da və digər makrellərində, digər Sizin də Rövşən bəy. var olasınız. Buyurun inşallah. Bax izləyicilərimizin adından sizə təqdim edirəm. Çox sağ olun, var olun. Allah razı olsun inşallah hamınızdan. Dostlar, şəxsilərə evimizin çəkilişinə gəlmişik. Qiyməti də münasib qiymətədir. Ekranda zaten görürsünüz. Belə dillə də istəyirəm hallandıram ki, evimizin qiyməti 68.000 Azərbaycan manatına. Mükəmməl bir evdir. Üzümüz adı, tarlağı, bağı baxtası. Müştərilərimiz həmişə belə evləri məndən gəlirlər, noxada lap elib alırlar da. Yəni, odur ki dostlar, tələsin, gördünsə, səhifədən silinməyibdirsə, gördün saatı zəng elə, fərq eləmir. Yəni, haçan gördün zəng elə ki, bu evi gələn qardaş götürməyə. Şəxsi ev, özü üçün tikilibdir, yaşayışlıdır. Burada qəşəng bax, belə bir əldamsı var. Artıq əşyaları yığmaq üçün, bax dostlar, içində hər şeydə var. Ondan sonra beləsi də var, ha, bu tərəfə də hələ gedir, beləsi də var, beləsi də var. Dostlar, belə gülü çiçəyi, əkin əkmək üçün qəşəng yerləri var. Üzümlər tar vırıbdır, buna bax dostlar. Üzümlər maşallah keçi əmcəyə deyirlər bunlara, tar vırıbdır. Qəşəng üzümlərdə yerdə kürsülüdür. Su, artizan, qaz, işıq, kommunallar var. Evin, belə deyək də, hər şeyi qaydasındadır. Bax, belə bir giriş balkonu. Bura bizim bir dənə nənəmiz var. Nənəmizin yeridir. Oturur, bax, belə ləzzətdir. Qəşək. Öz üçün, incə, çayı da qoysan bura, içirsən, üzümlərə baxırsan, oradan qırırsan üzümləri. Gətirsən, qoysan qabuğa, ad-dışı yeyirsən. Ləzzət edir da. Həyət evinin, dostlar, bu şeyi başqadır. Bunu sən bina evində axtarıb tapa bilməzsən. Ancaq bunu taparsan həyət evində. Bir dənə Ayşə xanım, kameranı ver, mən öz gözümlə buradan göründüyü kimi bir dənə insanlara göstərim. Buyurun. Qoy bir dənə baxsınlar mənim baxışımla. Sizin baxışdan baxsınlar. Bax, oturubsuz elə bir dostlar, oturubsuz. Oğaz. Oy qız, dur yürüdün, çay qoya, tez ol. Son vardım da. Size qayıdıb deyəcək ki, əlim var, ayağım var. Dur, çay süzgünə. Zarafatdır bu şübhəsiz ki, dostlar, inşallah kim belə bir ev alsa, Allah xeyrin versin, ruzulu bərəkətli eləsin, düşərli olsun. İnşallah Ayşə xanım 100 dənə kişiyi özünə çay süzdürtdürər. Yəni onu da deyirəm ki, biləsiz. Allah xeyir versin inşallah. Buyurun yaşamayın. Dostlar, keçən evimizin içini inşallah göstərəcəm. Ya Allah'ın adı. Prosto pauza verəcəyik, burada ev yəsi çıxsın girək. Gəlin ey dostlar, gəlin evin içinə, evin içinə baxın. Bu bizim quşlarımız. Danay, 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 danay. Səsləri el aləmi təmiz bürüyüb dostlar. Burada bizim sancaqlı uşağımız var. Ayaq yolu adliyinidir, hamam adliyinidir. Verin mənə Ayşə xanım, buradan mən göstəreyim izləyicilərimizə. Bura ayaq yolusu dostlar. Burada geniş iri hamamı. Ay dədə. Lap şey yox yeri bu. Ayşə xanım, Türk hamamları olur belə, daşdan zaddan. Uzan orada səni kisələsinlər belə, bax belə. Ləzzətli. Çox qəşəng. Allah xeyir versin inşallah. Bəylər, uzanın kisələnin. Bax belə bir hamamı var. Qəşəng kisələnməlidir. Quşlara baxırsan da, interes çəkir, hə? Deməli, işığımız, qazımız, bax, koridor girdiyim bir dənə də lavabo qapısı var, giriş içərdən. 5 otaqlı ev, gəlin bura. Bax, giriş koridor, eninə, boluna, yeşə koridorda. Yəni, əlim çatmır. Mən 1.83, 1.85 boyunda, dostlar, indi fərz eləyən qollarımla boyladır da, yəni, hələ çatmır. Bura zalımız, gəlin bura.
Mutishenko. Bax buna deyirlər Mutishenko bir dənə zat. Ləzzətli. Bax geninə boluna, enli menli. Bu bizim ayıcığımız. O adam boyda deyir buna baxayız. Wow. Resmen bunun üstündə yatıb dincəlmək olar. Geninə boluna gördüyünüz kimi dostlar, zal qəşəng səliqəlidir, möhtəşəm. Gəlin mətbəximizə. Bura bizim mətbəximiz. Resmen burada 3 ailə bildiğin kef eləyər ha. 3 dənə ailə dostlar. Allah hamd olsun rahat qalar dincələr. Yəni bildiyiniz böyük bir evdir da. Suyu zadı da ki burada hamısı burada dostlar nə var? Aha. Görünür oradan. Bəli, bəli Rövşən bəy. Suyu gəlir. İndi müəyyən şeylər var, dəyişilə bilər, dəyişilməyə bilər. Dostlar bunu bilmirəm, sonra yandırıb eləyərəm, başqa cür olar. Patladıb eləyər kimi, deyəm o. Burada kombi xətlərimiz var. Bura yataq otağımız, gəlin bura. Bura bir dənə böyük, geniş yataq otağımız. Səliqəli, iri, mükəmməl, bax gördüyünüz kimi rahat, geninə boluna olan genişlikdə bir yataq otağıdır. Plus gəlin bura Allah'ın izniyle dostlar. Bura evimizin uşaq otağı. Gördüyünüz kimi uşaq otağı da çox səliqəlidir. Hələ burada da bizim bir dənə yekə ayıcığımız var. Çox qəşəng evdir, şirin evdir. Dostlar, inandırım sizi, mən xoşuma gəldi. Hər kim alsa da Allah dönə-dönə deyirəm, xeyir versin inşallah. Gəlin bura, satana da, alana da. Bura bizim bir yataq otağımız. Bax görürsünüz, böyük, geniş, iri. Bunu aparacaqlar, bu zingerdə. Deməli, o vaxtı bir ara mod çıxmış daha Aysun xanım. Zinger nerede dikiş maşınları. Nə bilim, Xeyir iş olacaq, qız köçüdəcələr deyə bura otağa cevcez yığılır. Maşallah, Allah xoşbəxt eləsin Amin inşallah. Allah. Həmişə hər kim bu evi alsa, xeyir iş nəsib olsun inşallah. Hər kim, mən həmişə bütün qız uşaqlarını arzulamışam ki, Allah hamısını xoşbəxt eləsin. Amin Allah. İçində də bizim də övladlarımız var, Amin. bizim də balalarımız var. Allah hamısını, oğlan uşağında, qız uşağında Allah hamısını xoşbəxt eləsin. Bu arada Aysun xanımın 3 dənə öz övladı var, mənim 2 dənə övladım var. Allah bütün balaların hamısını xoşbəxt eləsin. Amin Arzu budur ki, kim belə ev alsa, gözəl evlər alsa, oradan gəlin köçürtməyi və gəlin gətirməyi nəsib eləsin inşallah ki, Allah hamımızdan razı olsun. Kanalımızı bəyənib, abone olmağı, zil düyməsinə toxunmağı, bildirişləri açmağı unutmayın. Sultan Ofis YouTube səhifəsi daim sizin xidmətinizdədir. Allah ömür versin inşallah.